Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan. Anacan, bağışla. Öz istəyimlə şəhidlik zirvəsini seçmək istədim. Canımı verərək az bir səyimlə cənnət qapısından keçmək istədim. Qazanmaq üçün ən uca məqamı, o fani həyatı satmışam artıq. Şək şübhə etmədən qoy bilsin hamı, həmin bu zirvəyə çatmışam artıq. Burada çox ucadır şəhidin adı, sizə də mən ondan bölmək istərəm. Hər dəfə almağım üçün bu dadı, 1000 kərə dirilib ölmək istərəm. Bilirsiniz necə də mən xoşbəxt idim. Şuşada gördükcə cıdır quşların. Mən şəhid olduqda cənnətə girdim. Göksündə uçuram xıdır quşların. Heç zaman dərd edib deməyin ölüb. Şəhid tək dünyadan getmiş insana. Rəbbimiz burada haqq hesab bölüb. Şəfaət edərik 70 insana. Vətənin hər zaman başı sağ olsun. Onsuz da bilirsiniz, dünya fanidir. Allahın yanında üzün ağ olsun. Buradan savayı hər şey anidir. Hər kəsə olmayır nəsib şəhidlik. Kim onu dadmışsa, nə xoş halına. Göstərmiş olarsan əsl müdriklik, tədarük eləsən son məluna. Ölərkən tökülən hər damla qanım, burada almışdır ən gözəl payın. Bilin ki, cənnətdə rahatdır canım. Tək siz ağlayıb, sızıldamayın. Tək siz ağlayıb, sızıldamayın. Anamız bacımız üçün şəhid oluruq. Şəhidlik zirvəsində. Allah Subhanahu taala bizə şəhidlik zirvəsində cənnətlə müjdələsin. İnşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik.